Ebru sənəti qədim türk sənətlərindən birisidir. Deməli, bu sənətin yaranma tarixi də qədimə dayanır. Amma tam da dəqiq bilinmir nə vaxt yaranıb bu. Hardasa orta əsrlərdə çıxmış bir sənətdir. Və bu adına görə sənət tarixçiləri bunun tarixini təxminən 8-ci əsrə deyirlər aiddir. Ebru sözü də Ebrə sözündən yaranıb. Ebrə sözü də qədim türk, Çağatay türklərindən məxsus bir sözdür. Damarlı deməkdir. Yəni ki, Ebrə sözü. Suda yaranan o naxışlar ki var, onlar damara bənzəyir. Ona görə də buna Ebrə demişlər. Sonra bu sənət Osmanlıda inkişaf etdirilib. Osmanlı Türkiyəsində deməli buna Ebru demişlər. Bu sənət eyni zamanda İranda da yaygın olub. Ebri demişlər, bir də ki, Abru. Ebrinin də mənası deməli qaşa bənzər, buluda bənzər. Abru da su üstü deməkdir. Bu sənət eyni zamanda Azərbaycanda da yaygın olub. Azərbaycanda bilinir ki, bizim şairimiz Nizami Gəncəvi də bu sənətlə məşğul olub. Və təəssüf ki, istər Ebru olsun, xəttatlıq olsun, naqqaşlıq olsun, bunlar unudulub. Ebru sənətinin deməli əsas xüsusiyyətlərindən birisi də odur ki, bu sənətdə istifadə olunan bütün materiallar, yəni təbiidir. Burada kimyəvi maddələr yoxdur və bu sənətdə daha çox sudan istifadə olunur. İnsan təbiətinə çox yaxın bir sənətdir. Ani cüzi bir impulsu, əhvalı su hiss eləyir və rəssamın deməli cüzi bir hərəkətini su özündə əks etdirir. Ona görə də bu sənətə yanaşmadan əvvəl gərək özünü bir mənəvi olaraq hazırlaşdırasan ki, sənətdə də alınan nümunələr yaxşı olsun, gözəl olsun. Yəni ki, başqa bir təsviri sənətdə, deyək ki, rəssamlıqda müxtəlif hisslərini, mənfi emosiyalarını da tökə bilərsən kağıza, kətana. Amma Ebru belə şeyləri qəbul etmir. Azərbaycanda Ebru sənətinə həvəs çoxdur əslində. Çünki həqiqətən də maraqlı, qeyri-adi bir sənətdir. Yəni, su üzərində rəsm çəkmək sənətidir. Eyni zamanda da insana çox rahatlıq verən bir sənətdir. İmkanları çox genişdir, hüdudsuzdur demək olar. Çünki bir kağız üzərində də edə bilərsən Ebrunu, müxtəlif materiallara da köçürə bilərsən. İstər keramika olsun, şüşə olsun, ağac olsun, bütün materiallara, ipək olsun, ipək üzərində də gözəl ebrular olur. Bundan savayı, məsəl üçün bir rəssam kağız üzərində çəkilmiş bir ebrunun üstünə əlavələr də edə bilər. Yəni ki, başqa bir miniatür işləyə bilər, sulu boya işləyə bilər